Bu yolun çətinliyi mən düşünürəm ki, yoxdur. Onun çətinliklərinin aradan qalxması insanın öz mənəviyyatına qayıtmasından asılıdır. İnsan öz mənəviyyatına qayıtsa əslində heç bir çətinlik olmaz. Allah Azze ve Celle Bəqərə surəsi 286 ayəsində biz heç bir kəsə qaldıra bilməyəcək yükü vermərik deyər. Düşünürəm burada elə bir çətinlik yoxdur. Burada heç kimin qaldıra bilməyəcəyi yük yoxdur. Çünki Allah bunun vədini verir. Hər kəsdə potensial var ki, bu yükləri qaldırsın. Nəinki bu yükü, həyatında olan bütün yükləri qaldırsın. Ailə məsələsinə gəldikdə, ümumiyyətlə bu ərbəyin məsələsi keçən də biz vurgulamışdıq ki, necə ki Allah Rəsuluna, Allah Əzzə və Cəl risaləti nazil etdikdə, Allah Rəsuluna ilkin təbliğatı ailəsindən, yəni evinin içindən başlamağa vermişdi. Ərbəyin də o cürlər ki, insanın ərbəyin səfəri, ərbəyin məsələsi və ərbəyin imtihanı evinin içindən başlayır. Hətta ev dediyim iki hissədən ibarətdir. Biri daxili, yəni insanın öz evi, içindəki qəlbi. İkinci, yaşadığı evi, ailəsi, uşağı. Mən düşünürəm, insanlar hər şeyi öz özündən, öz mənəviyyatından başlaymalıdır. Hətta Allahın mahiyyətincə, yəni mərifətullaha çatmaq, yəni Allahı tanımaq belə iki yoldur. Bu xarici, biri daxili yol. Daxili yolda insanın öz mənəviyyatına qayıdır ki, mən düşünürəm ki, bu məsələ də bu cür. Yəni insan öz daxilinə yönəlsə, nəinki çətinliklər, nəinki ərbəyini başa düşmək, demək olar ki, hər bir şey başa düşmək. Kərbala hadisəsində şəhid olanları hansının özünə yaxın bilirik. Əslində biz kimik ki, özümüzü kiməsə də yaxın bilək. Biz o həddə belə deyilim, elə deyiləm. Ən azından mən o həddə belə deyiləm ki, özümü Kərbala şəhidlərindən, nəinki Kərbala şəhidlərindən, hər hansısa bir şəhadət məqamına çatmış bir kəsə yaxın bilək. Biz sadəcə o xəttdə gedən, o xəttdə şəhid olan insanların xəttinə doğru addımlamağa çalışdıq ki, bu ərbəyin addımları da o addımlar. Əlbəttə ki, hər kəsin meyyarı İmam Hüseyndir. Əlbəttə ki, bu digər məsumlardan və digər şəhidlərdən ayırmır bu məsələləri. Allah Əzzə və Cəl Qur'an-ı Kərimdə Allah qatından üstün şəxsin təqva əhli olduğunu bildirir. Biz çalışırıq təqva ilə şəhid olanların xəttindən alırıq. Mən ümumiyyətlə şəhid barəsində danışanda əslində bu bilmirəm, mən hətta şəhidlik məsələsini adətən biraz məhrəm məsələ bilirəm. Niyə? Çünki şəhidlə dostluq məsələsi gərək biraz gizli qalsın. Onda dostluq daha şirin olur. Amma Kərbala şəhidləri içərisində biz tarixə baxdıqda görürük ki, İmam Hüseyn əleyhissalamın ordusu ilə üzbözdə bəzi şəxslər olur ki, bir çox insanlar İmam Hüseyn əleyhissalamın mahiyyətini sonradan dərk edib, sonradan İmam Hüseyn cəbhəsinə keçir. Xüsusi vurğulamayacaq bir neçə şəhidlər var. Tarixli kontekstdə hər kəs bunu bilir. Nəqillərimizdə var, əlbəttə ki, bunu hər kəs bilir. Mən düşünürəm ki, Allah bizi İmam Hüseynin yanında zaten o İmam Hüseyinlə bir yerdə şəhid olanların məqamına əlbəttə ki, çatmarıq. Amma ən azından sonradan dərk edənlər kimi insan olsa biz də dərk eləyə bilək İmam Hüseyin əleyhissalam. İmam Hüseyin əleyhissalamla cürəti çatmır. Mən dahil qismim və cahil əqlimlə sadəcə İmam Hüseyin əleyhissalama layiq olmağa çalışıram. Hətta nə istəməyə üzüm belə gəldi. Çünki biz günahkar insanlarıq. İmam Hüseyndən sadəcə bir şey istəyə bilərəm. Bunu istəyə bilərəm ki, İmam Hüseyndən istəməyi batıl hesab edənlərin qəlbinə fərahlıq istəyər.